Bir şeyin üstünde gelip düşüp. İraz, ne bileyim çağırsa geleceğim ama bu gün çünkü ben orada kalsaydım. Videomuza Padurqanın bir günlük bazar günü bir günü yola vermədi ki. Mən müəllimlə məsələn birinci günü çıxan müəllimlə özüm danışam belə elə. Qoymadı. Mən də işçilərin mən başıma çıxırdığı üçün mən də küstüm gəldim də. Nağal mən nətər qalım bir otaqda ondan üz-üzə. Mənə şərbət dön. Sabahçı gün bir şey itəcək deyəcək arzu Elifdir. Hiç kəs onu baltalamadı. Onun haqqını itirən, Zarbaxşelifin haqqını itirən, inan ki, xeyir tapmaz. Mən heç vaxt Zarbaxşelifin haqqını itirməmişəm, itirmərəm də. Hörmət qoymuşam, izzət qoymuşam. O ki, gedib müəllimin gözündən mənə salan insan var. O gedib şeylik gəlməməzdir, saymamazlıq edir. Mən çıxılmaz vəziyyətində idim. Valla ona görə. Mən də istəmirdim. İstəyirdim ki, Adillə otaq versinlər. O da verilmədi. Dedilər ki, hamı iştirakçı bir otaqda qalmalı. Yəni bir otaqda qalsam, sabahçı gün bir şey etsə, neysə götürsəydi, yenə də deyəcəklər ki, olsa mənim əskim tutulurdu. Deyəcəkdi ki, Arzu Elifdir. Mən ki, heç kəsi inandıra bilmirəm ki. Ona görə də mən dostlar gəldim. Yəni çıxılmaz vəziyyətdə qaldım, gəldim. 19 manat yığdım. Belə də gəldim, üstünü düzəltdim. Allah hamd olsun ki 60 manata gəlmişəm. İndi buradan diş həkimi çağırır ki, gəl. Yəni gedə bilmirəm. Düzdür, mənim bəxtim yoxdur, Allah hamd olsun ona görə. Hələ ki, mən salamlarım xanım, xoş gəlmişsiniz. Allah nə bilməyi bilmirəm ama mən heç nə bilmirəm. Bilmədiyim şeydə heç vaxt danışmaq da istəmirəm. Nə bilməyim dostlar, indi demişəm də ki, Gümbərdədə nə iş var ki? Bir gün ona görə açmamışam, getmişəm, düşmüşəm şəhəri, gəzmişəm, kafe deməmişəm, restoran deməmişəm, gəzmişəm. İşte içimizə bu evi eşiyə düzələr, hamı bir otağın içində. Bəli, mən həmişə fikir vermişəm, mən orada olmayanda müəllim ya üzü gülmür, ya bir şey güc bala ilə veriş apar. Çünki mən bilirəm, çox istəyir. Mən də qardaşım, səni çox istəyirəm qardaşım. Allah var eləsin, Allah atana qəni rəhmət etsin, anana can sağlığı versin. Gözəl qardaşım, yəni işçiləriniz çığırdığı üçün dedim, mən deyə bilmirəm. Mən deyirdim ki, Zarbaxşelifə deyilən heç zaman dəstək olsun ki, mən artıq işlərimi aparım qoyum. Ona görə də çığırdı başıma, mən də küstüm gəldim. Yəni belə, həmə başqa otaqda verilmədi. Sabirəm qurban, gözəl qardaşım. Sən həmişə kasıbların yanındasın. 2 dəfə söz atsan, bir sonra xanıma da yazmışam səs. Mehman xanıma da bilməm qulaq astırmayıbdır. Amma ki o söz mən tutmazdan, yəni sən bilmirsən də, sən bilmirsən, ay gözəl qardaşım, bilmirsən ki mən nə üstündə gəldim, nəyə görə gəldim. Mən sənə bu qədər hörmətsiz deyiləməmişəm, axı həmişə hörmətini uca tutmuşam, indi hörmətini tuturam. Çünki mənə elədiyini heç bir insana eləməmişəm. Yox, mən qayıtmıram. Yəni deyirəm ki, çağırmır da, çağırmayan yerə mən necə gedə bilərəm? Müəllimin çağırışı mənim üçün qanundur. Niyə də qanun olmasın ki? Çünki o mənə çox yaxşılıqlar eləyibdir. Bu qədər arıqladı, formayı salıb, düzünlü bədən şəkillənməm qalıb. Ondan sonra bugün Natiq doktora, əgər orada olsaydım, Natiq doktora verəcəkdi ki, qadınlıq problemim var mənim. Yəni mənim həkimlərimdən tutmuş iynə dərmanıma kimi özüm hamısı Zarbaxşelifim. Niyə də keçin? Prosto mənim bir günlük padurqamın xazikatım məni yola vermədi. Yola versəydi müəllimim mən